Salam, hər vaxtınız xeyir olsun. Deməli, mövzumuz xətti funksiyadır. Xətti funksiyanın ümumi forması necədir? Y bərabərdir kx plus b formasında. Və nəyi yadda saxlayırıq? Xətti funksiyada kök altında x olmaz, modulda x olmaz, məxrəcdə x olmaz. X-in qüvvətində isə birdən fərqli ədəd ola bilməz. Yəni bizə 0 verə bilər, kəsr ədəd verə bilər, mənfi ədəd verə bilər, ixtiyari birdən fərqli ədəd verə bilər. Bu hallarda nədir? Xətti funksiya olmaz. İndi gəldik ümumi bütün funksiyalar üçün ortaq olan qaydalara. Yəni bizdən nəyi soruşur? X oxu ilə kəsişmə nöqtəsinin koordinatları. X oxu ilə kəsişmə nöqtəsinin koordinatlarında y-ə 0 deyirəm. Gəlin əzbərə öyrənməyək. Görək nəyə görə x oxu ilə kəsişmədə y-ə 0 deyilir. Tutaq ki, qrafik x oxu ilə burada kəsişir. Bu nöqtənin koordinatları nədir? Baxırıq. X-i var, amma nədir? Y-i 0-dır. Ona görə də əgər bizdən ixtiyari funksiyanın x oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını soruşursa, y-ə 0 deyirəm, təlini kimi həll eləyirəm. Bizə də funksiyanı necə vermişdi? Y bərabərdir 5x çıxılsın 10 formasında. Y-in yerinə qoydum 0, tənli kimi həll elədim, x-i aldım 2. Deməli, y bərabərdir 5x çıxılsın 10 funksiyasının qrafiki x oxunu 2-0 nöqtəsində kəsir. Eyni qayda ilə y oxu ilə kəsişmə nöqtəsinin koordinatlarında yenə də baxaq. Koordinat sistemimizə y oxu ilə kəsişmə nöqtəsi baxıram. Görürsünüz, x-in nədir? 0-dan keçir. Çünki sola sağa hərəkət etməyib, y isə nədir? Var. Ona görə də x-a 0 deyib həll eləyirəm. Y bərabərdir 5x çıx 8-də x-in yerinə 0 qoysam. 5 vur 0 elədi 0, 0 çıx 8, mənfi 8. Deməli, funksiyanın qrafiki y oxunu harada kəsəcək? X-i 0, y-i mənfi 8 olan nöqtədə. Bəzən eləcə cavablar y bərabərdir mənfi 8 olur. Bəzən də koordinat cütləri şəklində olur. Yəni, x-imiz 0, y-imiz mənfi 8 və nəyi yadda saxlayırıq? Koordinat cütlərində əvvəlcə x, sonracə y qeyd olunmalıdır. İndi isə gələk xətti funksiyasının ümumi hala. Xətti funksiyamızın ümumi halı nə idi? Y bərabərdir kx plus b. Deməli, mən y oxu ilə kəsişmə nöqtəsini tapanda x-i 0 dedim. Onda birinci hissəmiz oldu 0, 0 üstə b, b. Deməli, mənim xətti funksiyamın qrafiki y oxunu həmişə B nöqtəsində kəsəcək. X-i 0 olacaq, y isə B olacaq. Gəldik təyin oblasti və qiymətlər oblasti. Bizim xətti funksiyamızın qrafiki həmişə, daha doğrusu xətti funksiyamızın təyin oblasti və qiymətlər oblasti həmişə mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Gəlin, neyniyək? Verdiyin funksiyanın üzərində işləyək, qrafikini çəkək. Və uşaqlar, biz adətən aşağı siniflərdən öyrənmişik ki, ixtiyari funksiyanın qrafikini çəkmək üçün bizə 2 dənə nöqtə lazımdır. Amma mən elə demirəm. Çünki ixtiyari 2 nöqtə ilə bəzən ola bilər ki, 2-3 nöqtə ilə mən qrafiki düzgün qura bilməyim. Ona görə də ən yaxşı halda biz x oxu ilə kəsişməli və y oxu ilə kəsişməli tapmalıyıq. Əgər bu bizə nəsə fikrimizdə sual yaranası bir hal yaradarsa, o halda digər nöqtələri tapa bilirik. İndi gələk verdiyim funksiyanın qrafikini. X-i 2 idi, deməli x oxun 2 nöqtəsində kəsdi, y-i mənfi 8 almışdım. Deməli, y-i mənfi 8 nöqtəsində kəsdi. Onda biz nə edəcəyik? Bu 2 nöqtədən keçən 2 nöqtəni birləşdiririk və biz nə demişdik yadında? Xətti funksiya. Deməli, nədir? Həm bu 2 nöqtədən keçən düz xətti çəkməliyik. Və çəkdiyimiz düz xətt nə oldu? Y bərabərdir 5x çıxılsın 10 funksiyasının qrafiki. Şunlar, funksiya müxtəlif hallarda verə bilər. Bu bizim tənli ilə verilmə formamızdır. Bu isə qrafiklə verilmə formamızdır. Və
funksiyanın qrafikini çəkəndə həmişə x oxudu, y oxudu koordinat başlanğıcıdır, qeyd olunmalıdır. Və birdən sual verir ki, ay müəllimə, nəyə görə təyin oblasında qiymətlər oblasında mənfi sonsuzluq, müsbət sonsuzluq götürdüm? Uşaqlar, yadda saxlayırıq. Əgər kökün altında x yoxdursa, bir də məxrəcdə x yoxdursa, bu hallar istisna olmaqla qalan bütün hallarda təyin oblasımız mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Çünki məxrəcdə x olanda nə olur? Biz nə demişdik? Məxrəc 0 ola bilməz. Deməli, o hal üçün mənim təyin oblasım x fərqlidir 0. Həmçinin kökün altında x varsa, biz nə demişdik? Cüt dərəcədən kökün həm daxilindəki, həm xaricindəki ifadə müsbət olmalıdır. Deməli, mənim kökümün altında, məsələn, fx bərabərdir, kök altında x minus 2 funksiyasıdırsa, onları daha geniş növbəti dərslərdə izahlarını çəkəcəm. Məsələn, kök altında bizə x minus 2 veribsə, onda x minus 2 böyük bərabər 0 və x böyük bərabərdir 2 olacaq. İndi gəldik uşaqlar, nəyə görə qiymətlər oblasının mənfi sonsuzluq, müsbət sonsuzluq götürdüm? Qrafikə baxaq, bu düz xəttdir, düzdür. Düz xətt nədir? Sonsuzdur. Deməli, mənim bu düz xəttim sağ və sol istiqamətdə sonsuz qədər uzanacaq. Heç bir yerdə kəsilmir düz xətt. Ona görə də mənim qiymətlər oblasında mənfi sonsuzluq, müsbət sonsuzluq olmalıdır. Gəldik funksiyanın sıfırlarına. Çox adından göründüyü kimi sıfır dediyinə görə mən y-in yerinə 0 qoyacağam. Yəni, mənim funksiyam verib 3x plus 9, bu funksiyanın sıfırlarını tapmaq üçün y-in yerinə 0 qoydum, tənlik kimi həll elədim, x aldım mənfi 3. Deməli, verilən funksiyanın sıfırları x-i mənfi 3, y-i 0-dır. İndi uşaqlar, gəldi funksiyanın artması və azalmasına. Bunları əzbər formada yadda saxlayaq. K müsbətdirsə artan, mənfidirsə azalan. B müsbətdirsə qrafik y oxunu yuxarıda kəsir. Mənfidirsə aşağıda kəsir. Nəyə görə? Burada nə qeyd elədik? Y oxu ilə kəsişmə nöqtəsi harda kəsişir? B nöqtəsində. Deməli, mənim B-miz müsbət olsa nə olur? Görürsünüz, qrafik yuxarı hissədən keçir. Amma B mənfi olsa nədir? Qrafik x oxuna nəzərən nədir? Aşağı hissədən keçəcək. İndi bizə bir dənə xətti funksiya verib, düstur forması 4x çıx 2, bizim k-mız 4-dür. Bir də uşaqlar, burada k adlanır, qeyd etməyi unutmuşam. Bucaq əmsalı. Adından göründüyü kimi yadda saxlayın. Nə deyirəm? Bucaq əmsalı. Deməli, nə olmalıdır? X-in əmsalı olmalıdır. X-imizin də əmsalı 4-dür, deməli k bərabərdir 4 və 4 müsbət ədəddir, deməli artan funksiya olmalıdır. B-miz nədir? Plus B-dir. Deməli, B bütövlükdə verdi bizə. Mənfi 2-ni nə demişdik? B mənfidirsə, qrafik aşağı yarım müstəvidən keçir. İndi nə edirik? Y oxunda mənfi 2-ni yazırıq. Artan olduğuna görə nə olmalıdır? Qrafik sağ əlimdə və ya da belə deyək də, sağ hissədə yuxarı qalxmalıdır və sağda da qrafikimiz yuxarı qalxdı. İndi baxın uşaqlar, burada biraz yer dəyişik yazmışam. Burada yazmışdım. Qrafik necə tapırıq artıb azalmanı? Əgər sağda qrafik yuxarı gedirsə artar, sağda aşağıya yönəlibsə nədir? Azalan olacaq. Və ümumi olaraq artan və azalan funksiya nədir? Artan funksiya olur ki, x artdıqda y də artmalıdır. Yəni, böyük x-ə böyük y uyğun olmalıdır. Azalan nədir? Böyük x-ə kiçik y uyğun olmalıdır. Ona görə də bizim k-mız müsbət olduqda biz artan deyirik. Nəyə görə? Çünki x artdıqca 4x də artacaq, 4x artırsa ondan 2 çıxdıqda da nədir? Yenə də cavablarımız artacaq. Hesamışlar k 4 idi, artan b mənfi 2 idi. Aşağı yarım müstəvidə kəsdim və artan olduğuna görə sağda yuxarı getməlidir. İndi nə edirəm? Y bərabərdir mənfi 3x plus 5 verib. Yenə də k-mı tapıram mənfi 3-dür, deməli azalandı. B bərabərdir müsbət 5-ə, müsbət olanda nədir? Qrafik yuxarı yarım müstəvidən keçməlidir. İndi y-in 5-ini yazdım və ya da b-nin 5-ini yazdım. Azalan olduğuna görə sağ əlimdə qrafik aşağı düşməlidir. Gördünüz, aşağı hissəyə nədir? Yönəlmişdir. İndi digər bir hala baxaq. 2x plus 7. K 2-dirsə,
müsbət 2 olduğuna görə artan, B-ni də verib müsbət 7. Deməli, B, Y-in 7-sindən B bərabərdir 7-dir. Deməli, Y bərabərdir 7-dən keçəcək. Artan olduğuna görə sağ əlimdə qrafik üzü yuxarı qalxmalıdır. İndi baxırıq digər bir hala. -3 qızcıq 2. K bərabərdir -3-dür. Çünki x-in əmsalı K da mənfi olduğuna görə azalan. B-ni də verib -2. B -2 isə deməli qrafik aşağı yarım müstəvidən keçəcək. İndi B bərabərdir -2-ni tapırıq. Y-də -2-ni qeyd elədim və nə deyirəm? Azalandır. Digər səhifədə nə demişdik? İxtiyari funksiyanın qrafiki azalandırsa, deməli sağ əlin istiqamətdə qrafik aşağı düşməlidir. Bir də uşaqlar gəldik rüblərə. Rüblərimiz bizim saat istiqamətinin əksinə doğru gedir. Yəni saat necə gedir? Məsələn 12, 3, 6, 9 bu istiqamətdə gedir. Amma mənim rüblərim saatın əksinə gedir. 1, 2, 3, 4. Və uşaqlar bizdən məsələn, deyək ki, -3x + 5 funksiyasının qrafiki hansı rüblərdən keçir? Məsələn, sxematik olaraq təyin edirik. B-si 5-dir, K-sı -3-dür. Azalanda aşağı istiqamətdə gedəcək. Deməli, 1, 2, 4-cü rüblərdən keçməlidir. Şunlar, xətti funksiyalarla bağlı olan qaydalarımız bu qədər. Bir də nəyi qeyd eləyək? K bərabərdir tangens alfaya. K da nə idi uşaqlar? Bucaq əmsalı. Yaxşı, nəyə görə buna bucaq əmsalı deyirik? Çünki uşaqlar K bizim meyilliliyimizi yaradır. Gördünüz, necə yazdıq? K bərabərdir -3 azalır. Deməli, funksiya nədir? Aşağı düşməlidir sağ əlində. Baxırıq, bucağı yaratdı. Məsələn, burada bir dənə K-nın müsbət halına baxaq. Verib 4. Burada yuxarı qalxıb, yenə də görürsünüz, funksiya nə qədər meyil edəcək, onları təyin edir. Deməli, K bərabərdir tangens alfa, o da bərabərdir bucaq əmsalı oldu. Daha doğrusu, K bucaq əmsalını ifadə elədi. Yaxşı, deyək görə, nəyə görə ona bucaq əmsalı deyirik? Gəlin, bir dənə çəkək, 3x plus olsun 3. Funksiyamızın qrafikini quraq. K bərabərdir 3-ə, deməli artan funksiyadır. B də bərabərdir 3, y oxunu yuxarı yarım müstəvidə kəsəcək. Koordinat sistemimizi çəkdik. B-sinin 3-ünü çəkdik. Artan olduğuna görə sağ əlimdə yuxarı istiqamətə keçməlidir və sağ. Həmin uşaqlar dediyimiz alfa. Nə yazdıq digər səhvədə? K bərabərdir tangens alfa. Deməli, alfa nədir? Bu alfadır. Yəni, x oxunun, görürsünüz, müsbət istiqamət, bu da mənfi istiqamət. X oxunun müsbət istiqaməti ilə əmələ gələn bucağın tangesi. Niyə tangesi deyirik? K bərabərdir. Bir də nə yazaq? Tangens alfa bərabərdir. Tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza nisbəti. Yaxşı. İndi qarşıdakı katetimiz nə elədir? 3. Hipotenuzumuzu, məsələn, burada nədir? Biz x oxu ilə kəsişməni tapsıq. X oxu ilə kəsişməmiz nə eləyəcək? Y-ə 0 deyəcəm. Onda buradan bizim x-imiz eləyəcək -1. Deməli, bu da nədir? -1-dir. Düzdür, uşaqlar? Onda K bərabərdir tangens alfa. Daha doğrusu hipotenuzu yox, uşağı üzr istəyirəm. Biraz yorğunam deyə qarışdırmışam. Tangens alfa nə idi? Qarşıdakı katetin bitişik katetə nisbəti. Qarşıdakı katetimiz 3, bizim bitişik katetimiz 1. Onun mənfisinə baxmağa ehtiyac yoxdur. Çünki söhbət uzunluqdan gedir. 3/1, o da bərabərdir 3-ə. Deməli, uşaqlar, bizim bəli, həqiqətən də nədir? K-mız tangens alfaya bərabər imiş. 3/1 elədi nə? 3 gördünüz. Buradan da K-nı nə yazmışdıq? 3. Bir də uşaqlar bu qeydi də eləyim ki, K müsbət olduqda iti bucaq yaranır. Yəni, x oxunun müsbət istiqaməti ilə. K kiçikdir 0 olduqda isə kör bucaq yaranır. Yenə də nədir? Müsbət istiqamətdə. Gəlin, baxaq nəyə görə K kiçikdir 0 olanda kör bucaq yaranır.
Yəqin işləyir. K sıfırdan kiçik olanda azalandı. Yəni mənim sağ əlimdə, sağ istiqamətdə qrafik aşağı düşməlidir. Bu iki haldan biri olur. Düzdür? Baxdıq x oxunun müsbət istiqamətdə, bəli, həqiqətən də korbucaq yarandı və s. Uşaqlar, xətti funksiya ilə bağlı olan bütün qaydalarımız bu qədər. Kimin sualı olarsa, şərhlərdə yaza bilər və ya da əlaqə nömrəsini qeyd edəcəm. Sualları WhatsApp vasitəsilə mənə yaza bilərsiniz.